Bu Siam əkizlərinə siz başqa muzeylərdə rast gələ bilməzsiniz. Onlar Vaşinqton yaxınlığındakı Milli Səhiyyə və Tibb Muzeyində nümayiş etdirilir. Bu eksponata baxarkən tibbin keçmişi və gələcəyini anlamaq mümkündür. Bu eksponatlar dəyərsizdir. Bu səhiyyə ləvazimatları və mikroskoplardan 1860-cı illərdə xəstəlikləri aşkar etmək üçün istifadə edilib. Jim Curley muzeydə tarixi eksponatlar üzrə mütəxəssisdir və eksponatların tərtibatı ilə məşğuldur. Buradakı hər bir eksponatın özünə məxsus unikal hekayəsi var. Mən burada işləməklə böyük imkanlara yiyələnirəm. Muzey özünə şagirdləri və tibb işçilərini daha çox cəlb edir. Onlar muzeydə fil xəstəliyinə tutulmuş insan ayağından tutmuş, müxtəlif infeksion xəstəliklərə tutulmuş insan orqanlarını görə bilirlər. 5000 skelet və illərlə saxlanılan minlərlə insan orqanı daxil edilməklə muzeydə 25 milyon əşya var. Tim Clark muzeyin icraedici direktorudur. Bu bizim ilk heyvan astronavtımızın skeletidir. Abel adlı bu meymun 1959-cu ildə fəzaya göndərilmişdi. Muzeydə Birləşmiş Ştatlar ordusunda üzərində tibbi sahədə araşdırmalar aparılan nümunələr var. Məsələn, bu güllə ilə 1865-ci ildə Prezident Abraham Lincoln qətlə yetirilib. Clark muzeyə gələnləri hərbçilərin tibb sahəsində etdikləri yeniliklər barədə məlumatlandırmağa çalışdığını deyir. Tibbin və cərrahiyyənin böyük sürətlə inkişaf etdiyi bir vaxt, müasir tədqiqatçıların işinə döyüş meydanında əldə olunan təcrübələr böyük töhfə verib. Bu muzeydə eləcə də zədələnmiş insan beyinləri nümayiş etdirilir. Andrea Shelcock muzeyin meneceridir. O deyir ki, muzeydə beyinlərin sərgilənməsi insanların bu orqanda cərəyan edən proseslər haqda məlumat vermək məqsədi daşıyır. Muzey rəsmiləri daha çox eksponat toplamaqla araşdırmalara və gənc nəslin maariflənməsinə yardım ediləcəyini deyirlər. Vaşinqtondan Nərminə Cəlal qızı, Amerikanın səsi.